Abşeronda tükürpədici qətl hadisəsi baş verib. Hadisə rayonun Məmmədli kəndində, yəni hazırda dayandığım bu ünvanda qeydə alınıb. 17 yaşlı Səid Əliyev öz doğma anasını öldürüb. Şahidlərin və qonşuların verdiyi məlumata görə hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir və digər məlumata isə bildirilir ki, atası ilə anası bir müddətdir ki, ayrı yaşayırlarmış və atasının evladına verdiyi məsləhətlərdən sonra oğul anasını öldürmək qərarına gəlib. Abşeron rayonunda hər kəsi şoka salan dəhşətli cinayət hadisəsi baş verib. 17 yaşlı Səid Əliyev 39 yaşlı anasını küçənin ortasında vəhşicəsinə qətlə yetirib. Hadisə şahidlərin sözlərinə görə yeniyetmə oğlan anasını bıçaqlayaraq öldürüb. İddiaya görə Rəfiqə Əliyeva həyat yoldaşı ilə uzun müddətdir ayrılıqda yaşayırmış. Oğlu isə anasının bu qərarını atasına qarşı bir etiraz kimi qəbul edib və onu bağışlaya bilməyib. Qısqanclıq hissinə qapılan gənc dəhşətli cinayəti törədib. Hadisədən sonra hüquq mühafizə orqanları tərəfindən saxlanılan Səid Əliyev artıq istintaq çərçivəsində ifadə verib. O hadisə yerinə gətirilib və cinayətin bütün təfərrüatları araşdırılır. Valla mən şam namazından sonra tutdum xəbər. Oruçluqdan açılandan sonra. Nə işdiniz, nə dedilər? Heç nə, uşağı göndərdim, gördüm səs səmir, polislər var, yəni belə. Aha, sən nə üstündə törədilir? Yox, orasını bilmədim, ambulansıza da gördüm işıqlarından. Yəni ailə burada yaşayan idi, işdiniz? Valla mən tanımıram, bilmirəm. Burada yaşayan da yaşayan deyil. Yəni yaşayan olsa hər halda tanıyardıq məncə. Amma yəqin ki, yaşayan deyirlər. Bu faciə bir daha göstərir ki, ailə daxili problemlər düzgün həll olunmadıqda acı nəticələrə səbəb ola bilər. İstintaq davam edir. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.